Salam dostlar, necəsiniz? Bugün sizlərlə birlikdə aldıqlarımı sizlərə göstərəcəm. Ondan öncə bir şey demək istəyirəm. Mən bir videomda demişdim ki, yeni kəşf etdiyim mağaza 6-cı mikrorayonda Eurosportun yanındadır. Amma 6-cı mikrorayonda Eurosport yoxdur. Səhvimə görə üzr istəyirəm. O 2-ci mikrorayonda Eurosportun yanındadır. Gəlin elə həmin mağaza ilə başlayaq. Səhvimə görə də həqiqətən üzr istəyirəm. Bir də dostlar, mənə şərh yazmaq istəsəz, mənim videolarımın şərhləri bağlıdır. Mən post atıram, onlara şərh yaza bilərsiniz. İstədiyiniz bir şey olduqda, soruşmaq istədikdə həmin postun şərhinə yazsaz, mən baxacağam. Nəysə, gəlin keçək. Bundan başlayaq. Nə almışam? Gəlin göstərim. Birinci olaraq belə bir dırnaq stikeri. Bu içində 4 vərəqdir. Və mən bunu 60 qəpiyə almışdım. Qiymətini salıb 50 qəpiyə ediblər. Bunu kromsini almışdım. Onu da çəkmişdim. Sonra hər getdiyimdə əlbəttə ki aldığım kart. Yeni çıxan Brawl Stars kartı 20 qəpiyə idi o. Sonra 20 qəpiyə 2 dənə belə stiker kartı. Bunlar stikerdir. Bir dənə göstərim sizə. Baxın belə. Burası yapışqandır. Və 20 qəpiyə belə bir süslü skoç. Və son olaraq həmişə getdiyimdə aldığım o mini bloknot. Belə bir mini bloknot. Üstündə gəlbən belən ta kendisiyim və içində də belə bir kartlar var. Kitab aradığı kimi gəlin bunları sizdən birlikdə oxuyaq. Mən bunları bir-bir oxuyacağım. Dəqiqə. Kalbimin sesini dinlə. Niyə yazmıyorsun kurban olduğum kolun mu yok? Hello. Her aldığımız karar mantıklı olacak diye bir şey yok. Kolay mı sandın? Kolay olsaydı sen yapardın. Güneşi örnek al. Kendine her gün yeniden doğar. El alem ne derse desin. Hayat her zaman. Burada ne yazılıb dostlar? Siz oxuyabilirsiniz. Ben okuyabilmedim. Azıcık da sen gıdıkla. Ne alaka? Neyse. Dostlar içinde 8 tane kart var ve bir tanesini okumadım. O da budur. Bu kadar kart. Keçək. Diyeceğim aldıqlarımı bunun içine koyun. Belə. Yığışdırım gəleyim. Keçdik bura. Bunun içində qutumutu, eniştiyim və kompasdan aldıqlarım var. Gəlin sırayla göstəreyim. Birinci qutumutunu göstərəcəm. Çünki oradan bir dənə şey almışam. Baxın dostlar, qutumutudan bunu almışam. 50 qəpiyə. Dəqiqə. Belə bu nota kağıdı kimidir. Baxın belə. Buradan belə tərəf çıxardırsam mən çıxartmaq istəmirəm. Sarı rengi sevdiğim için sarı almışam. Pembəsi de var idi, moru da var idi. Səhvləmirəmsə mavisi de var idi. Dəqiqmirəm, yadımdan çıxıb şey. Mən bunları nə vaxtdan da almışdım. Prosta vaxt eləyib çəkə bilmirdim. Da bu cür çəkdim. Bu belə. Keçək kompasdan aldıqlarıma. Kompasdan aldıqlarımın içindən ən çox, baxın bunu bəyəndim. Çox gözəldir indi. Belə tutulğan da var və içində stiker çarmıram. Stiker bloku düzəltmə olur. Gəlin göstəreyim. Baxın, ulduz formasındadır. Star. İçində 4 vərəq var. Baxın. Belə pəmbiş rəngdə. Belə mavi rəngdə. Belə bir sarı. Bir dənə də belə mavi. Çok bir şeydi. Ve ulduzu da budur. Üstünde zerreler de var. Böyle bir daha bunu yığım. Bu qiymətlidir. Ve qabı da çok şirindir. Keçək kompasdan aldığım digərlər. Bunu da həmişə gedəndə alıram. Bu 20 qəpikdir. Belə sinemalı. Sinemoradan başqası qalmamışdı. Ona görə sinemoralı aldım. Onu göstərdim.
Sonra kompasdan belə bir pop-it stiker aldım. Onu da göstereyim. Bakın belə. Bu nədir, bunu bilmirəm. Əslində qardaşım almışdım. Bilmirəm, daha verəcəm, verməyəcəm. Keçək digər aldığıma. Sonra baxın, belə bir şey almışam. Bu stikerdə həmişə alıram. Bundan 2 dənə qalmışdı. Bir dənəsini aldım. Başqa heç bir növ qalmamışdı. Çox xoşum gəlir bundan. Şirindir. Və kompasdan aldıqlarım da bu qədər. Bu 10 qəpik, bu 20 qəpik, bu da 20, bu 50, bu da 1 manat dedim. Bu qədər. İndi keçək enişli ilə aldıqlarıma. Əlbəttə ki, həmişə gedəndə kart alıram. Və heç almadığım kart aldım dostlar. Baxın, Minecraft kartı aldım. Sonra Suka Buster aldım. Brawl Stars'dan sonra çıxan Brawl Stars'a bənzər. Və 2 dənə də Sanrio kart. Bunlar 20 qəpik idi. Sonra bundan aldığım rezinlər. Bu çubuq vasitəsilə hörürsən, qolbaq hörürsən və bununla da bağlayırsan. Belə. Və son olaraq 3 dənə də belə bir şey aldım. Belə çıxardıb yapışdırsan. Onlardan biri belə hədiyyə formasında, biri belə bandik formasında, biri də kəpənək formasında. Belə çox şirindir. Bir də dostlar, mən bundan bir dənə də almışdım. 50 qəpik qiyməti. Bundan bir dənə də almışdım. Baxın, buradakı qabı belə süslədim. Qabı süslədim. Və rezinlər tökdüm bunun içinə. Bunlardan qolbaq düzəltmişəm. Baxın, belə rəngli. Və üstünə də kəpənək düzəltmişəm. Yaxınlaşdırım. Baxın. Özüm düzəltmişəm. Qolumda da taxıb göstərəm bir dəqiqə. Qolumda saat var idi, onu çıxartdım. Daha da göstərə bilmək üçün. Baxın dostlar, keçid elədim. Belə. Qolda belə qalır. Bu da kəpənəyi. Digər qolbağı göstəreyim. Digəri də bu dostlar. Belə. İndi atım içinə. İndi bunu da açsın. Hamısını töküm bunun içinə. Belə. Dostlar, bunun bu hissəsi tikili idi. O tikilənləri çıxartdım. Gəldim. Belə bunlar. Mən bu rezinlərdən çox ölmüşəm. Məndə var idi və bitirmişəm. Bunu belə bunu barmaqda örürəm mən. Əslində barmaqda örmək üçün yox. Bunun özünün şeyi var da. Barmaq əvəz edicisi kimi. O indi bu dəqiqə yanımda deyil. Amma yəni onunla da hörmək olur. Bunun içindən çıxmır. Belə boşaltdım. Çok bir şeydi. Bunları da atıram içine. Ağzımda bağlayıram. Bu arada üstünün dekoru. Bu dekorda baxın. Bu stikerdən istifadə eləmişəm. Çox sevirəm. Baxın, bu güllər. Sonra bu. Bundandır, baxın. Bu 2 gül. Sonra bu. Düşmüyor. Bakın burada da var, bunu göstereyim. Bakın bu 2 gül. Bu. Başka yoktu. Ha, bir de bu. Bunlardan istifadə etmişəm. Yəni çox gözəldir. Aldıqlarım bu qədər. Bu videomu paylaşdıqdan sonra keçəcəm. Kartları short videosunda açacağım. Neyse dostlar, sağ olun. Videonu bəyəndinizsə kanala abunə olub like atmağı da unutmayın.